Salam düşünebilen təbəqə lap Az TV-dən 90-cı illərdə axşam görüşlərinə dönüb mənim bu video paylaşmağım. Mən deyəndə ki, poliprizmlionlu, yəni həyata yaxın şeylərdən danışmağa çalışıram auditoriya. Əlbəttə ki, mən sizə bunu curullamaq xətrinə demirəm. Məsələn, belə bir nəzəriyyə var ki, Qrenlandiyanın üstü milyonlarla ton buzdur və yerin oxu dönür. Qlobal istiləşmədə bu buz əriyəcək. Bir çox kontinentlərin, bir çox ərazilərin su basacaq. Qrenlandiyanın üzərində buz örtüyü olduğuna görə bilirsiniz ki, materiklər hərəkətdədir, yapışılı vəziyyətdə deyil. Bu haqda danışmışam. Və Qrenlandiya ola bilsin ki, yuxarı qalxsın buzlar əridikdən sonra. Yaradan bunu yəqin ki, belə yaradıb. Və orada sağ qalmaq, yaşamaq nöqteyi nəzərindən də təkcə neft, qaz, litium söhbətinə görə deyil, həmçinin torpaq kimi, ərazi kimi yaşamaq orada əlverişli olacaq, bu qədər. Yəni onu mən sənə danışdım, sənin onu bilib bilməməyin Qrenlandiyaya gedə bilmərsən ki, bu dəqiqə Trump özü ora gedə bilmir, məsəl üçün. Yəni, buna görə adətən həyati məsələlərdən danışıram. Məsələn, ən çox insanlar nədən əziyyət çəkir? İkiyüzlülükdən. Platon demişkən, rahatlıq bilgilərlə gəlir. Siz ikiyüzlü adamdan rahat ola bilərsiniz. Əgər psixoloji xəstəlik olan şəxsiyyətin ikiləşməsi yoxdursa, ikiyüzlü adam uzun müddət iki üzlü obrazla oynaya bilmir. Mütləq müəyyən müddətdən sonra qlüq, xəta, aşıqqa verəcək. Yəni, iki senari, hətta ən profesional aktyor belə yaradan bunu elə yaradıb ki, əgər psixoloji xəstəliyi yoxdursa, bir həyatda iki obrazı oynaya bilmir. Mütləq gec-tez hardasa xətalar verəcək və üstü açılacaq. Siz bu insanın necə olduğunu biləcəksiniz. Bu qədər.